Salam, hörmətli Hyundai və Kia sürücülərimiz. Bu günləri servisimizə yenə 2021-ci il Hyundai Sonata markalı maşın yaxınlaşıb. Maşın xəta kodu 12 volt pass fail xətası verirdi. Baxın, görün, deməli əslində bu xəta 12 volt bateriyasının problemidir. Amma baxın, görün, biz burada nə tapmışıq. Baxın, boşdur, tamamilə bomboş. Yəni bu qaykalar tamamilə boşdur, görürsünüz. Maşın getdiyi yerdə düşüb rejimə düşürdü, akkumulyator işarəsi çıxırdı və maşın bloklanırdı. Və gördüyünüz bütün bu xətaların səbəbi, bütün problemlərin səbəbi bu klemanın boş olmağı. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu qədər.